Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Zaqatalada 31 yaşlı kişiyə daşla xəsarət yetirən şəxs saxlanılıb. Xəbər verilir ki, hadisə rayonun Aşağı Tala kəndində baş verib. Belə ki, rayonun Aşağı Tala kənd sakini 42 yaşlı Elgün Qardaşov və Yuxarı Tala kənd sakini 31 yaşlı Əhməd Əhmədov arasında şəxsi münasibətlər zəminində dava baş verib. Dava zamanı Elgün Qardaşov Əhməd Əhmədovun baş nahiyəsinin arxa hissəsindən daşla xəsarət yetirib. Əhməd Əhmədov Zaqatala rayon mərkəzi xəstəxanasının cərrahiyyə korpusunun 2-ci təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elgün Qardaşov saxlanılıb. Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.